Sumqayıt şəhərində sakinlərlə birbaşa ünsiyyətin gücləndirilməsi, onların müraciətlərinin yerində araşdırılması və qaldırılan məsələlərin operativ həlli məqsədi ilə növbəti səyyar qəbul keçirilib. Tədbir çərçivəsində vətəndaşların təklif və müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında geniş müzakirələr aparılıb. Səsləndirilən problemlərin həlli istiqamətində aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verilib. Bəzi müraciətlər isə elə görüş zamanı araşdırılaraq həlli ilə bağlı qərarlar qəbul edilib. Görüşdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bildirib ki, şəhərdə son illər həyata keçirilən abadlıq və yenidən qurma layihələri Sumqayıtın inkişafında yeni mərhələnin əsasını qoyub. O qeyd edib ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığına əsasən məhəllələrin kompleks şəkildə abadlaşdırılması, park və istirahət guşələrinin salınması, yolların və səkilərin yenilənməsi, eləcə də yaşıllıq sahələrinin genişləndirilməsi şəhər sakinlərinin rahatlığının təmin edilməsinə xidmət edir. Daha sonra çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov vurğulayıb ki, şəhərin inkişaf strategiyası sakinlərin ehtiyac və gözləntiləri nəzərə alınmaqla həyata keçirilir. O bildirib ki, hər bir müraciət diqqətlə araşdırılır, qaldırılan problemlərin həlli üçün aidiyyəti qurumlarla koordinasiyalı iş aparılır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev isə qeyd edib ki, əsas məqsəd vətəndaş məmnunluğunu təmin etmək, yaşayış məhəllələrində daha komfortlu və təhlükəsiz mühit formalaşdırmaqdır. Tədbirdə çıxış edən Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmailov bildirib ki, şura sakinlərlə mütəmadi əlaqə saxlayır, onların təkliflərini dinləyir, sosial məsələlərin həllində yaxından iştirak edir və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir. Görüş zamanı söz alan sakinlər də şəhərdə son illər həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq işlərini yüksək qiymətləndiriblər. Bununla yanaşı onlar yaşadıkları ərazilərdə mövcud olan bəzi kommunal və sosial problemləri diqqətə çatdırıblar. Qaldırılan məsələlərin bir hissəsi yerində araşdırılaraq operativ həll edilib, digər müraciətlər isə icrası üçün aidiyyəti qurumlara yönləndirilib və nəzarətə götürülüb. Sonda qeyd olunub ki, sakinlərlə mütəmadi keçirilən bu cür görüşlər şəhər rəhbərliyi ilə vətəndaşlar arasında açıq dialoqu daha da möhkəmləndirir, mövcud problemlərin vaxtında müəyyənləşdirilərək aradan qaldırılmasına şərait yaradır və Sumqayıtın dayanıqlı inkişafına mühüm töhfə verir. Şəmstan Fikrətli, Elbrus İsmailov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.